Sabirabadda qeyri-rəsmi nikahda olduğu əri Seyid Rəsul Talıbov tərəfindən qətlə yetirilərək Kür çayına atılan Nuranə Ələkbərovanın ölümü ilə bağlı yeni detallar ortaya çıxıb. Oxaz xəbər verir ki, bir həftə əvvəl Seyid Rəsul Talıbzadə ilə Nuranə arasında rəsmi nikaha görə mübahisə olub. Belə ki, Seyid Rəsul Nuranə ilə söhbət edərkən ona "Səni istədiyim vaxt çıxarıb küçəyə ata bilərəm, heç kim də mənə heç nə edə bilməz" deyib. 16 yaşlı gəlin isə bu söhbətdən sonra Talıbzadədən rəsmi nikah tələb edib. Talıbzadə gəlinlə razılaşmayıb və ona dini kəbinin olduğunu deyib. Nəticədə qadın evi tərk edərək Şirvan şəhərinə, atasının evinə gedib. Talıbzadə və atası Talıbov bir neçə gün gəlini evinə qaytarmaq üçün gəlsələr də qızın atası buna razılıq verməyib. Sonuncu dəfə yox cavab alan oğlanın atası Ələsgərovdan borcunu tələb edib və ona bir gün vaxt qoyaraq evi tərk edib. Həmin gün axşam saatlarında Talıbzadə Nuranəni hədə-qorxu ilə Sabirabada öz evinə gətirib. Qeyd olunur ki, Nuranənin atası İlkin Ələkbərovun Talıbzadənin atası Mir Mövsüm Talıbova borcu olduğu üçün qızını geri ala bilməyib. Talıbzadənin ailəsi Sabirabadda ağır seyidlərdən sayılır və tikinti biznesi ilə məşğuldur. Rayon ictimaiyyəti onu Mir Mövsüm ağa kimi tanıyır və hörmət edir. Seyid Rəsulun atası Mir Mövsüm Talıbov deyib ki, qız mart ayında anasını evlərinə çağırıb. Anası xalası ilə gəldi. Dedilər ki, dolana bilmirlər, aparaq. Qızı da götürüb getdilər. Mart ayından sonra qız geri qayıtmayıb. Atanın sözlərinə görə bir neçə gün əvvəl oğlu ondan 20 manat pul istəyib. Dedi ki, işə gedir, mən də verdim. Axşam evə qayıtdı. Səhər tezdən yenə getdi. Sən demə polisə təslim olmağa gedibmiş. Dünən günorta mənə xəbər verdilər ki, polis çağırır. Getdim, dedilər ki, oğlum arvadını öldürüb, təslim olub. Biz də bundan sonra bildik ki, qız 3 gün əvvəl öldürülüb. Gəlinin bir həftə əvvəl ata evindən qayıtması barədə yayılan məlumatları gəlincə, Talıbov bunu təksib edib. Atası da mənim kimi şokdadır, nə danışdığını bilmir. Qızın atası anasından boşanmışdı, başqa ailəsi də var. O qadından da 2 uşağı var. Qız atası ilə yox, anası ilə yaşayırdı. Seyid Rəsul da qızı anasının yanından qaçırıb. Talıbov bildirib ki, oğlu hazırda Sabirabad rayon polis şöbəsinin müvəqqəti saxlama yerindədir. Heç kim belə hadisənin olmasını istəməzdi. Niyə olub, nə səbəb olub biz də bilmirik. Öz aralarında olan məsələdir. Oğlum məndən pulu alıb gedəndən sonra xəbər yayıldı. Gedib gördüm ki, cəmaət Kür qırağına yığışıb. Onda bildik ki, gəlini oğlum öldürüb və Kür çayına atıb deyə atası bildirib.